Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz qardaşlar, biz əqidə dərslərinə başlamışdıq keçən dəfədən. Bugün ikinci dərsdən davam edir Allah'ın izniyle. Dedik ki, əqidə dərslərini İmam Tahavinin əqidə dərslərinin kitabından oxuyacağıq. Bərbərti şərhi ilə. Demək, keçən dəfə biz nəyi oxuduq? Əsas qısa olaraq xatırlayaq. Əqidənin nə olduğunu, əqidə nə mənasına gəldiyini dedik ki, əqidə qəlblə əlaqədar olan bir elmi öyrənir. İnsanın imanı ilə əlaqədar olan mövzuları bizə öyrətməyə çalışır. Allahın zatı, sifətləri, qeyblə əlaqədar olan bilgiləri, cənnət, cəhənnəm və digər mövzuları öyrənir. Ümumiyyətlə, biz demək olar ki, bir çox şeyləri qəlbimizlə təsdiq edərək öyrənir. Yəni, elmimizlə yox, qəlbimizlə. Elm bu yolda bir vasitədir. Məsələn, kimdən soruşsam ki, cənnəti görmüsənmi? Soruşsam indi sizdən, cənnəti və ya cəhənnəmi görmüsənmi? Bu sual nəsələ cavab verərsiniz? Heç kim görməyibdir. Heç mən də görməmişəm. Düzdürmü? Cənnətdə olacaq hadisələr və digər məsələlər. Heç birimiz bu məsələlər barədə xəbərimiz yoxdur. Yəni, daha doğrusu gözümüz buna şahid olmamışıq. Amma inanırıq. Nəyinə inanırıq? Qəlbimizlə inanırıq. Məsələn, Mirac məsələsinə. Mirac bilir ki, Allah Resulü s.ə.v Məscid-i Haramdan Məscid-i Əqsaya gedir. Oradan da göyləri ucalır. Şafirlərdən biri, müşriklərdən biri gəlir Həzrəti Əbu Bəkr radiyallahu anh'a deyir ki, bax, gəl indi buna da inandı. Yəni, Muhammed deyir ki, mən deyir, bir gecənin içərisində Məscid-i Haramdan Məscid-i Əqsaya getdim. Böyük bir məsafədən söhbət gedir. Və oradan da göyləri ucaldım deyir. Buna da mən inanarsan, Həzrəti Əbu Bəkr radiyallahu anh deyir ki, onu kim dedi? Deyir ki, onu Muhammed dedi. Deyir, o zaman o dedirsə, qəbul edirəm. Demək ki, burada imani məsələlərdə qəlb əsasdır. Yəni, əqlimiz burada elə bir vasitəsi rolunu oynayır. Mütləq bizim bu kimi məsələlərdə qəlbimiz hüzur tapmalıdır. Təbii ki, əqli yollarla biz bir çox şeyləri Allahın yaratdığı məxluqların sonradan yarandığını düşünürük. Bilirik ki, insan kimi bir varlıq Allah Taala belə mükəmməl yaranıbsa belə bir varlıq, demək ki, bunu mütləq yaradan vardır. Allahın varlığını dərk edir öncə, onun təşliyini, sifətlərini, ondan sonra deyirik ki, bu Quranda yazılanlar doğrudur. Hər nə yazılsa, artıq Quranda qəbul edirik, çünki biz başda Allaha iman etmişik. Hər nə qədər görməsək də, yəni bütün bu imani məsələlər qəlblə olan, ona görə də kəlmə-i şəhadət nətər dillə söylənib, qəlblə təsdiq edilməlidir. Burada sonra dedik ki, əqidə ilə əlaqədar olan elm usulüddin deyilir eyni zamanda. Usulüddin kəlməsini də tez-tez işlədəcəyik, yadınızdan çıxmasın. Sonra bu elmlə kəlam elmi məşğul oldu. Eyni elmin davamı olaraq bidət firqələrinə qarşı mübarizə apardı. Kəlamçılar, kəlam alimləri. Və ikinci dərs də tövhidlə başlayır İmam Tahavi. Bismillah deyib başlayan qardaşlar. Allahın müvəffəqiyyətinə etiqad edərək onun vəhdaniyyəti barəsində deyirik. Həqiqətən Allah Taala təkdir, onun şəriki yoxdur, onun bənzəri yoxdur. Aləmdə heç bir şey onu aciz edə bilməz. Ondan başqa ilah yoxdur. Demək, giriş olaraq birinci izah elədi. Biz hansı əqidənin, kimin əqidəsi üzərindəyik? İmam Əbu Hanifənin, İmam Yusufun, Əbu Yusufun, İmam Muhammedin əqidəsi üzərindəyik. Onların gətirdikləri etiqad nədirsə, biz də onun üzərindəyik. Yəni, bütün əhl-i sünnət bu məsələdə eynidir. 4 məzhəb bu etiqadı öyrədir öz müntəsiblərinə. Sonra da girişdə tövhiddən başladı. Tövhid çünki Allah Taala peyğəmbərlərini hansı qövmə göndəribsə, birinci onların işi nə olubdur? Tövhidi anlatmaq olubdur. Məsələn, ayələrin birində Allah Taala buyurur ki, وَمَا أَرْسَلْنَاكَ مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونَ.
Ya Rasulum, səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona məndən başqa heç bir ilah yoxdur, buna görə də yalnız mənə ibadət edin deyə vəhy etməyək. Birinci, bütün peyğəmbərlərin vəzifəsi tövhid olubdur. Allahı tək olduğunu insanlara bildirmək. Sonra burada demək, şərh eləyir İmam Bəbərsi, deyir ki, Allahın müvəffəqiyyətinə etiqad edərək onun vəhdaniyyəti barəsində deyir ki, Allah təkdir. Nəyə görə burada etiqad edərək dedi? Yəni, biz Allahın təkliyini iman edərək qəbul edirik bunu. Qeyd edir ki, etiqad edərək ifadəsindən məqsəd imanın gerçəkləşməsidir. Çünki bədən üzvləri olmadan yalnız dillə iqrar etmək iman sayılmaz. Əksinə Allah Taala'nın xəbər verdiyi kimi münafiqlik olar bu əməl. Yəni biz Allahın təkliyini inanaraq qəbul edirik. Yəni sadəcə dillə deyil, qəlbimizlə də bunu təsdiq edirik. Əgər belə olmazsa, bədən əzaları ilə olsaydı, sadəcə dillə olsaydı, belə deyək, qəlblə olmasaydı, bu münafiqlik olardı. Necə ki, Rəbbimiz ayədə buyurur, ya Peyğəmbər, ürəklərində inanmadıqları halda dildə ağızları ilə inanıq deyənlərin, münafiqlərin hallarını anladır Allah Teala. Sonra İmam Tahavibin Allahın müvəffəqiyyəti ifadəsini şərh eləyir. Allahın tövfiqi ilə etiqad edərək onun vahdaniyyətini qəbul edirik, deyir İmam Tahavi. Allahın və müvəffəqiyyəti sözündən qəsd olunan nədir? Yəni, Allahın kəlamına əsaslanaraq dedikləri tövfiqdə çatma onun inayəti ilədir sözünə işarədir. Yəni, biz iman edərək söyləyirik Allahın təkliyini və buna da Allahın müvəffəq etməsi ilə nail oluruq. Allah bunu bizə, belə deyək, tövfiq edir. Allah bunu bizə nail edir. Ayəni deyəcəm, inşallah anlaşılacaq. Allah ayədə buyurur ki, Yəhdilləhu linurihi məyyəşə. Allah dilədiyini öz nuruna qovuşdurar. Yəni, Allah Teala istədiyi kimsəni cənnət yoluna yönləndirər. Allah onun öz dininə qovuşdurur. Kim istəyirsə Allah. Yəni, Allahın istəyinə bağlıdır bu iş. Allahın tövfiqinə bağlıdır. Mötəzilərin güman etdiyi kimi bədənin edəcəyi bir iş deyildir. Yəni, bu sadəcə dillə deyilən bir şey deyildir. Burada qəlb də mütləq rol oynamalıdır və Allahın inayəti olmalıdır. İşte Allahın tövfiq etməsi, müvəffəq etməsi. Həqiqətən Allah təkdir. Bu etiqad edən zaman Allah birdir dediyimiz sözün açıqlamasıdır. Vahid və tək sözləri sinonimdir və Quranda Allah Teala bu işə adla adlanır. Vahid və əhəd. Bu iki adla adlanır. O bir olan hər şeyi qəhr edən Allahdır və başqa bir ayədə o Allah birdir, heç bir şəriki yoxdur. Onlardan hər biri mənaca digərindən fərqlənir. Vahid və əhəd kəlmələri mənaca bir-birlərini fərqlənir. Nə cür? Vahid Allahın sifətini ifadə etmək üçün istifadə olunur. Əhəd isə onun zatına aiddir. Allahın sifətləri var, bir də Allahın zati və sifətləri var, bir də subuti sifətləri var. Allahın zati sifəti, Allahın vücud sifəti var, qidəm sifəti var, bəqa sifəti var, vahdəniyyə sifəti var, müxalifətun lil havadis sifəti var. Bunlar, məsələn, vücud sifəti nədir? Yəni, Allahın var olması vəcibəl vücud dedik keçən dəfə. Yəni, Allahın var olması nəyəsə bağlı deyil. Onun varlığı vacibdir. Məsələn, bütün məxluqatın varlığı mümkün varlıqdır. Yəni, nəyəsə bağlıdır. Amma Allahın varlığı isə özündəndir, qidəmdir, əvvəli yoxdur, bəqadır, sonu yoxdur, müxalifəti lil havadis, yaradılmışlara bənzəməz, bunun zati sifətləridir. Subuti sifətləri də var ki, səmi, bəsər, elm, yəni Allah görəndir, eşidəndir. Bu sifətlərdən isə qullarda var. Yəni, qullarına da veribdir bu sifətlərdən. Məsələn, biz də görürük, amma Allah hər şeyi görür. Biz də eşidirik, bizim Allah eşitmədiyimizi də eşidir və s. Demək, vahid sifəti Allahın sifətinə
ifadə etmək üçün, Allahın sifətini ifadə etmək üçün istifadə olunur. Əhəd isə onun zatına aid olan bir sifətdir. Allah Taala'nın vahid sifətinin iki mənası var. Birincisi, həqiqətən Allah təkdir, onun şəriki yoxdur. Heç bir şey ona bənzəməz. Bir şəxsin tayı bənzəri olmadıqda filankəs öz qövmündə təkdir deyirlər. Yəni, vahid sifətinin iki mənası o deməkdir ki, yəni bir mənası odur ki, Allah təkdir və bənzəri yoxdur. Vahid kəlməsinin bir mənası budur. İkinci mənası isə o Allah təkdir və tək Rəbdir. Yəni həm ilahlıqda təkdir, eyni zamanda Rəbb olaraq, yəni hər şeyi idarə edən olaraq da Allah təkdir. İkinci mənası da budur. Bəzi alimlərimiz tövhidi belə ifadə etmişlər. Tövhid Allahın şərikinin, hissəsinin və bənzərliyinin inkarıdır. Yəni Allah Taala'nın şəriki yoxdur, yəni ortağı yoxdur, onun kimisi yoxdur. Hissəsinin yoxdur, yəni Allah Taala hissələrə bölünməz. Gördüyümüz aləmdə nə varsa bölünən varlıqlardır, hissələrə parçalanan varlıqlardır. Məsələn, əlimiz, qolumuz var, gözümüz, burnumuz və s. Hər bir şey bölünən parçalanır. Allah haqqında isə belə deyilməz. Və bənzərliyinin inkarı, nə isə bənzəməz. Bunu da dəstəkləyən ayə Quranda nədir? Leysə kəmislihi şeyun. Onun heç bir şey bənzəri deyildir. Və onun heç bir bənzəri yoxdur. Allah Teala öz feillərində təkdir. Məxluqları yaratmaqda heç kəs ona şərik deyil. O zatında əhəddir. Onun hissəsi, parçası və tərkibi yoxdur. Məxluqata bənzəməyən sifətlərində vahiddir. Tövhidlə bağlı dəlil gətirməzdən əvvəl Allahın isbatı, onu tanımağın vacibliyini və qovuşmağın yollarını qeyd etmək lazımdır. Birinci, tövhidlə bağlı nəsə danışanda, yəni Allah təkdir deməmişdən öncə biz nə qalmalı? Allahı isbat eləməliyik birinci. Yəni Allahın varlığını birinci biz dərk eləməliyik. Sonra onun təkliyi barəsində danışmalıyıq. Belə ki, biz deyirik, İnsanlar Allahı tanımağın vacibliyi barəsində ixtilaf etmiş və zahiri mənaya əsaslanan həşəviyyələr mərifatullahın, yəni Allahı tanımanın vacib olmadığını, əksinə zahiri mənalardan əldə olunan doğru etiqadın vacibliyini iddia etmişlər. Yəni biz deyirik ki, Allahı tanımaq üçün Allahı tanımaq vacibdir. Birinci tanımaq lazım, sonra onun təkliyi barəsində fikir yürütmək lazımdır. Çünki biz inanacağımız varlığı ümumiyyətlə tanımalıyıq. Tanımaq üçün də onun sifətlərini bilməliyik. Biz elə bir Rəbbə ibadət edirik ki, görəsən, o bəlkə bütdür. O, məsələn, bəlkə xristiyanların ibadət etdiyi Allahdır. Bəlkə yəhudiliyin inandığı bir ilahdır. Ona görə biz Allahı yaxından tanımalıyıq. Amma həşəviyyələr, bu həşəviyyələr dolayısıyla tarix boyu və bidət məzhəblər olublar. Bunların da bugünkü davamçıları belə deyək ki, bugünkü sələfilərdir. Məsələn, burada qeyd edir ki, həşəvlər barəsində qeyd edib, Allahın sifətlərini zahiri mənaları ilə qəbul etmək və yorum vermədən nə şəkildə gəlibsə, o şəkildə anlaşılmasının vacibliyinə inanmışlar və beləcə tam bir təşbihə düşmüşlər. Yəni, Allahı nəyəsə bənzətmişlər. Yəni, məsələn, Quranda yəd kəlməsi var, Quranda vəc kəlməsi var, istiva kəlmələri var. Bunlar hamısı, məsələn, zahiri mənaları nədir? Birinin adı, məsələn, əldir, biri üzdür. Allah haqqında bu sözlər dediyimiz zaman bunlara kəlam alimləri, bütün əhl-i-sünnə alimləri deyiblər ki, bunlar tərcümə olunmaz. Nədir? Çünki Allahın əli var deyəndə istəsmi ağlımıza nə gəlir? Orqan gəlir. Düzdür? Üz deyəndə yenə orqan gəlir. Amma Allah haqqında bu sözlər işləndiyi zaman alimlərimiz deyiblər ki, burada durmaq lazımdır. Amma həşəvilər deyiblər ki, yox. Gəlibsə, biz elə o şəkildə də qəbul etməliyik. Axı, bu qəbul edəndə sən onu orqan kimi qəbul edirsən. Ona görə də tərcümə etmədən təhvid edərək, yəni olduğu mən, biz belə deyək də bizim əhl-i-sünnənin bu cür məsələlərdə mütəşabih ayələr barəsində fikri nədir? Məsələn, Allahın əli, Allahın üzü və s. məsələlərdə Allaha həvalə etmək və təbii ki, o yədin başqa, məsələn, əlin bir çox mənaları da var. Yəd kəlməsi ərəbcədə
əl mənasına gəlir. Eyni zamanda onun başqa mənaları da var. Vəcih kəlməsinin mənası üzdür, başqa mənaları da var. Amma biz deyirik ki, bu mənalardan hər hansı, məsələn, üz deyildir deyirik. Çünki bu, insanın təsəvvüründə orqan başa düşülür. Əl deyildir, çünki əl deyəndə orqan başa düşülür. Amma digər mənaları var ki, möhtəməl mənalardan biri ola bilər. Onlardan digər mənalardan biri ola bilər. Onu da Allaha həvalə edirik. Bu, əhl-i sünnətin görüşüdür. Bu məsələlərə vaxt gəldikcə girəcək. Burası səthi olaraq biraz məlumat verirəm. Bu çox geniş məsələlərdir. Müsəlmanların əksəriyyəti uca Allahı tanımağın vacibliyini etiraf etmiş, lakin ona aparan yolda ixtilafa düşmüşlər. Hamı, müsəlmanların böyük əksəriyyəti Allaha öncə tanıyaq deyiblər. Amma necə tanıyaq? Burada ixtilafa düşmüşlər. Məsələn, sufilər və təriqət sahiblər demişlər ki, Allah Taala'nı tanımağın yolunun insan ağlının aciz qaldığı biliyə və müşahidələrə hazır olmaq üçün riyazət və batini saflıq olduğunu irəli sürmüşlər. Yəni demişlər ki, Allahı tanımağın yolu riyazət yolu, riyaziyyət yox ha, riyazat. Yəni ki, nəfsə qalib gəlməklə, məsələn, şəhvə arzuları öldürməklə, az yeməklə, çox zikirləməklə, çox ibadət eləməklə sən Allahı tanımış olarsan bu yolla. Bir dəstə isə Allahı tanımaq ancaq ilham yolu ilə əldə olunan biləcəyini bildirmişlər. İsmailiyədən olan təlimiyyələr bunu ancaq məsum imamın öyrətməsi ilə əldə edə biləcəyini demişlər. Onların görüşünə görə din və iman bu məzhəbə inanmaqla mümkün olur. Dinə bağlanmaq, Allah mərifətinə yönəldən məsum imama tabi olmağı qətiyyətlə vacib edir. Bugünkü, belə deyək, cəfərilər bu inanışdadır ki, bir imam öyrətməlidir, Allahı bizə tanıtmalıdır. Məsum imama inanmalısan, o da sənə Allahı tanıdacaq və sən də Allahı düzgün dərk edəcəksən. Amma praktikada bu belədirmi? Yox. Hansı məsum imam, belə deyək, bugün o müntəsiblərlə bunu izah edir və onlar da Allahı kifayət qədər tanıyırlar. Amma bir çox kəlam alimləri demişlər, Allahı tanımanın yolu, indi görək ki, bunlardan hansı daha düzgün izah edir Allahın tanıma yollarını. Kəlam alimləri demişlər ki, həqiqətən Allahı tanıma yolu əqli əsaslandırma və istidlaldır. Çünki onun varlığı barəsindəki elm zəruri elm deyil, ona görə də onun dəlilə ehtiyacı var. Demək ki, kəlamçılar deyiblər ki, Allahı tanımanın yolu əqli yolla dəlillər gətirməklə yolu. Dəlillər gətirə bilərək, taparaq Allahı tanıya bilərik. Məsələn, 2-1-2 məsələsi deyil bu Allahı tanımaq yolu. Ona görə də mütləq onu dəlilə ehtiyacı var. Məsələn, Quran və sünnədən olan nəqli dəlillər Allahın və Peyğəmbərlərin sübutuna ikinci dərəcəli dəlildir. Məsələn, sən bir ateistlə danışırsansa, Allahı tanıtmaq istəyirsənsə, sən ateistə deyə bilməzsən ki, qardaş, Quranda var bu. Sünnədə Peyğəmbər olsan belə buyurub. Qardaş, o sənin heç Quranı qəbul etmir, o sənin Peyğəmbərin qəbul etmir. Sən ona necə bu yolla nəyisə sübut edə bilərsən? Ona görə də o ikinci dərəcəlidir. Nəqli dəlillər dediyimiz Quran və sünnədir. Amma artıq nə? Burada elmi dəlillərə ehtiyac vardır. Nəqli dəlillərlə üsulda istidlal etmək mümkün deyildir. Nəqli dəlillər dediyimiz Quran və sünnə ilə Allahı tanımaq üçün dəlil gətirmədə bu kifayət eləmir. İstidlal əqli dəlillərlə təyin edilir. Nəqli dəlillər də onu təsdiqləmək üçün gətirilir. Sən əqli dəlilləri sübut edəndən sonra artıq Qurandan da deyirsən ki, bax, Allah da Quranda belə buyurur. Allah Taala'nın isbatının yolu aləmlərin mümkünlüyü və ya onun sonradan yaranışı, yaxud hər ikisi ilə mümkündür. Bütün bunlar istər cövhərlərdə olsun, istər arazlarda olsun. Allah Taala'nın isbatı yolu aləmin mümkünlüyündə. Yəni, aləm mümkün varlıqdır. Bütün gördüyümüz yer, göy, kainat, uluzlar mümkün varlıqdır. Yəni, nətər? Sonradan yaradılan varlıqlardır. Var olması nəyəsə bağlıdır. Günəş öncə olmayıb, ay olmayıb, uluzlar olmayıbdır. Biz özümüz öncə olmamışıq.
Düzdürmü? Bütün bizim gördüğümüz ağaclar önce olmayıp sonradan bitip, düzdürmü? Sonradan olan şeyler demek ki öncəsi bunun bir varlıq var ki, bütün bunları sonradan yaranan şeyləri var edibdir. Və deyir ki, cövhər, araz və cisim. Bu terminlər qarşıda gələcək. Bunu indidən bilməyimiz lazımdır. Ümumiyyətlə, tarix boyu fəlsəfəçilər hər zaman varlıq anlayışını araşdırıblar. Varlıq necə olubdur, meydana gəlibdir? Allah varmı, yoxmu? Bu, ümumiyyətlə, hər zaman fəlsəfəçilər bunu düşünüblər. Varlıq barəsində müxtəlif fəlsəfi fikirlər irəli sürüblər. Deyiblər ki, ümumiyyətlə, varlıq aləmi cövhərdən ibarətdir. Cisimdən və arazdan ibarətdir. Cövhər nədir? Cövhər məsələn, bunu götürsək, bu qarşımızdakı rəhləni bölüb bir nöqtədə saxlasaq, o nöqtəni də bölə bilirsə, yenə də hələ o cövhər deyil. Son nöqtədə ki, artıq o bölünmür, o cövhərdir. Bölünməyən şey cövhərdir. Yanında bir dənəsi də varsa, o artıq olur cisim. Olur mu? Cisim. Deməli, bölünməyən şey cövhərdir. Onun yanında bir dənə də onun kimisi varsa artıq oldu cisim. Və yaxud da daha böyükdürsə, yenə cisimdir. Araz isə onlara xas olan xüsusiyyət. Məsələn, dəmirin bərkliyi, nə bilim, qarın yumşaqlığı, rəngi, bunlar hamısı arazdır. Bu varlıq aləminin, belə deyək də, izahı zamanı bu üç termindən istifadə olunur. Cövhər, cisim və araz. Bunların heç biri deyildir Allah Teala. Amma bəzi bidət firqələr Allah Quranda deyir, cisim haqqında heç nə demir. Bax, Allah cisimdir, yoxsa deyildir. Allahın məkanı var, yoxsa yox, bu ayədə belə bir şey yoxdur axı. Deyərək, hər nə qədər deyilməsə belə, amma Quranın ruhu, Quranın ümumiyyətlə yazıldığı bütün digər ayələr bizə onu göstərir ki, Allah Teala cisim ola bilməz, cisim çünki bölünəndir, parçalanandır. Bir şey bölünüb parçalanırsa, o Allah ola bilməz axı. Onun deməli digər hissəsinə ehtiyacı var deməkdir. Nə də o cövhərdir, parçalanmayan bir şey deyildir, nə də araz deyildir. Bu məsələlər inşallah yenə də girəcək. Allah Teala'nın buyurduğu Allah zəngin, siz isə yoxsulsunuz ayəsi mümkünəl vücudla, varlığı mümkün olanla, vacibəl vücudun, varlığı vacib olanın olmasına dəlildir. Çünki mümkünəl vücud öz zatında, yaratmasında başqasına ehtiyacı olmayan, vacibəl vücudun onu yaratmasına möhtacdır. O deyirsən, buradan necə gözəl mənalar çıxardırlar. Deməli, ayəni gətirirlər ki, Allah zəngindir, siz isə yoxsulsunuz. Yəni, Allah sizə möhtac deyilir, siz isə möhtacsınız. Bu deməkdir ki, biz mümkün varlıqlarıq, yəni bizi yaradana möhtacıq. Allah isə nədir? Vacibəl vücuddur, varlığı zərurudur, vacibdir və onun heç bir şeyə ehtiyacı yoxdur. Belə bir varlıq Allah ola bilər ancaq. Nəyəsə möhtazdırsa, o artıq Allah ola bilməz. Allahın varlığına İbrahim qissəsində sonradan yaradılmış varlıqlar dəlil getirilərə işarə edilmişdir. Ulduz batdıqda isə mən batanları sevmirəm söylədi. İbrahim Aleyhisselam Allah'ı axtarır. O da Allah'ı var mı Allah, yox mu? Varsa kimdir, nədən ibarətdir? Ulduza baxır. Ulduz batanda deyir ki, mən batanları sevmirəm. Bu sübut üslubu insan düşüncəsinə ən yaxın yoldur və iki işlə əhatəlidir. İnsanın özündəki dəlillər və kainatdakı dəlillər. Demək, insan düşüncəsinə uyğundur. İnsan Allahı axtarmaq üçün birinci nə qayırır? Özündən araşdırır və yaxud da kainatdakı dəlillərdən araşdırıb axtarır və Allahın varlığını belə deyək,
qənaət gətirir. Məsələn, insanın varlığının dəlillərinə gəlincə, insanın öz üzərindəki dəlillərə gəlincə, hər kəs bilir ki, yoxluq halından sonra var olmanın və yoxluqdan sonra və yoxluqdan yaranan hər varlığın yaradanı olmalıdır. Lakin bu yaradıcı nə onun özüdür, nə onun valideynləri, nə də ki, başqa bir varlıqlar. Çünki onların bu kimi mürəkkəb varlıqları yoxluqdan yaratmağa aciz olduqları məlumdur. Buna görə də bu varlıqlardan fərqlənən qədim bir yaradanın mütləq var olması vacibdir. Əqlən biz düşünürük ki, demək, biz varıqsa, bizim varlığımız ata-anamıza bağlı ola bilməz. Onlar buna qadir deyirlər və yaxud da başqa birisi də buna qadir ola bilməz. Demək ki, bu mükəmməllikdə varlığı yaradan, onlara göz verən, qulaq verən, danışmağa dil verən mütləq bir uca varlıq vardır ki, o yaradır insanı. O insanın öz üzərindəki təfəkkürü. Kainatın dəlillərinə gəlincə isə dünya dəyişir və bu dəyişiklik fəsillərin bir-birini əvəz etməsi, gecəni, gündüzü, günəşin doğusu və batışı, göy gürültüsü, ildırım, buludlar və sairədə müşahidə olunur. Sonradan yaranmış hər bir dəyişən varlığın qədim bir yaradıcısı olmalıdır. Əgər o hadis olsaydı, Allah Teala sonradan yaradılmış olsaydı, başqa bir yaradıcıya ehtiyacı olardı. Əgər o sonradan yaradılmış olsaydı, düşünək ki, Allah Teala həmişə olmayıb da haşa. O mütləq, amma mütləq onu da yaradan olmalıdır, düzdürmü? Öz-özünə yaranmayıbsa, onu mütləq yaranır. Onda qapalı dairə, yaxud sonsuz zəncirvari halqa əmələ gələrdi ki, bu da mümkün deyil. Belə dəlil gətirmə Peyğəmbərlərin, qədim alimlərin üsuludur. Yəni, təsəvvürlə ki, o zaman deməlisən ki, onu yaradan Allah varsa, bəs onu yaradan Allah kimdir? Sonra gedirsən, bəs onu yaradan Allah kimdir? Hə, o birisi Allah. O zaman bəs onu yaradan Allah kimdir? Bu qapalı dairə. Ancaq dairədə fırlana qalırsan. Demək ki, burada bir nöqtədə dayanırıq, deyirik ki, o elə varlıqdır ki, nə əzəlidir, nə əvvəli vardır, nə sonu vardır. O tək olan. Çünki biz kimdən danışırıq? Biz məxluqdan danışmırıq. Biz hər şeyi yaradan Allahdan danışırıq. Demək, Allah Teala Nuh əleyhissalam haqqında buyurur. Nuh dedi, ey cəmaatım, bir deyin görək, əgər mən Rəbbimdən açıq aydın bir dəlilə isnad etsəm, Rəbbim mənə özündən bir mərhəmət, peyğəmbərlik bəxş etsə və o sizə gizli qalsa, sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa, istəmədiyiniz halda biz sizi ona iman gətirməyə məcbur mu edə bilərik? Onun qövmü barədə isə onlar dedilər, ey Nuh, bizimlə çənə boğaz olub çox mübahisə etdin ayəsində bildirilir. Əlbəttə ki, Nuh Peyğəmbər onlarla Firuddinlə şəriət hökmləri ilə bağlı məsələləri müzakirə etmirdi. Onun mücahidəsi qəti dəlillərlə haqqın qələbə salması tövhid və nübüvvət barəsində idi. Bunu nəyə görə deyir? Deyir ki, Nuh Aleyhisselam öz qəlbi ilə, öz qövmü ilə furu məsələləri müzakirə eləmirdi. Furu məsələləri nədir? Fikri məsələlər. Dərs namazı pozan hallar hansıdır? Namaz pozan hallar hansıdır? Oruc pozan hallar hansıdır? Bu cür məsələləri, fikri məsələləri müzakirə eləmirdi. Hansı məsələləri müzakirə edirdi? Usuluddinlə, yəni Allahla bağlı məsələləri müzakirə edirdi. Ona görə də onların əqli dəlillərlə misallar verirdi. Çünki öncə dedi ki, İslam aləmində Allahı tanımağın yolları müxtəlifdir. Bəzilər deyirlər ki, çoxlu riyazət etməklə, çoxlu nəfsi bəzi məşğələlərdən uzaq etməklə, tərbiyə etməklə tanımaq mümkündür. Bəzisi nə dedi? İmamı tanımalısan ondan sonra. Amma Peyğəmbərlər, məsələn, Nuh Aleyhisselam belə eləməyib baxın. Nuh Aleyhisselam əqli dəlillər, İbrahim Aleyhisselam həmçinin əqli dəlillər gətirərək insanları imana çağırıb, imana dəvət edirlər. Və belə bir çox ayələri burada zikr edir, dəlillər gətirir ki, demək ki, Allahı tanımanın yolu
insanlara əqli dəlillərlə ilk baxışda mümkündür. Yəni, bir təbliğçinin vəzifəsi nədir? Allahı tanımaq üçün əqli dəlillər onu sübut edəcək. Ondan sonra Allahın tək olduğunu artıq öz-özlüyündə o meydana gələcək və ondan sonra ona qovuşmağın yolları artıq nədir? Quran vasitəsilə deyə biləcək. Və burada bəzi İslam alimlərindən misallar verir. Bunu oxuyum inşallah, bitirək. Rəvayət olunur ki, Cəfər Əs-Sadiq yaradanı inkar edən bir zındıqdan soruşdu, yəni kafirdən soruşdu. Sən gəmiyə minib onun dəhşətlərini gördünmü? O cavab verdi. Bəli, mindim, sonra güclü külək qalxıb gəmini sındırdı. Dənizçilərin bəzisi suya düşüb boğuldular, digərləri isə taxtalardan sallanmışdı. Daha sonra mən həmin taxtanın üzərində üzürdüm və dalğaların təlatümü məni sahilə çatdırdı. Cəfər Əs-Sadiq soruşdu. Salamat qalacağına ümid edirdinmi? Həmin şəxs bəli deyə cavab verdi. Sonra imam ümidin kimə idi deyə soruşduqda kişi sustu. İmam Cəfər dedi. Səni o vaxt boğulmaqdan xilas edib salamat saxlayan ümid bəslədiyin elə yaradanın özüdür. Burada insan o çətin vəziyyətə düşəndə mütləq bir kömək, ona bir yardım edəni gözləyir. Bir dənizdə boğulan insan mütləq bir uca yaradanı gözləyir ki, o olsun, məni qurtarsın. Bir üstün bir varlığı. O deyir ki, bax elə sənin o gözlədiyin, umduğun varlıq o Allahdır. Yəni iman gətir. Rəvayət olunur ki, Əbu Hanifə dəhdiyyəyə qarşı, yəni axirəti inkar edənlərə qarşı kəskin qılınc kimi olmuşdur. Buna görə də onu qətli yetirmək üçün fürsət axtarırdılar. Belə ki, bir gün imam məsciddə oturarkən bir qrup adam üzərinə sıyrılmış, qılıncla hücum edib öldürmək istədikdə onlara belə dedi. Mənə bir məsələ haqqında cavab verin, sonra nə istəyirsiniz edin. Mən təlatümlü dalğalarla, küləklərlə əhatə olunmuş dəniz suları ilə dolmuş gəmini gördüm. Onun dənizçiləri olmasa da o öz məcrasında üzürdü. Deyən kişiyə nə deyərdiniz? Bunu ağlınız qəbul edirmi? Onlar, xeyr, bu mümkün olan şey deyil, deyə cavab verdi. Bu cavab qarşısında Əbu Hanifə heyrətlə dedi. Sübhanallah, əgər dənizçisiz, yəni dənizi idarə edən olmadan, gəminin öz məcrasında üzməyini ağlınız qəbul etmirsə, dəyişkən halları olan bu ülvi və dünyəvi aləmin yaradıcısız mövcudluğunun mümkün olacağını necə hesab edə bilərsiniz? Bu sözdən onlar ağlamağa başladılar və tövbə edib İslamı qəbul etdilər. İmam Əbu Hanifə bu ölüm anında axirəti inkar edən adamlara görə necə kəsmə bir cavab verir. Bir gəmi uçsuz dənizdə necə onun sürücüsü olmadan, gəminin idarə edən olmadan idarə oluna bilər. Mümkün deyirlər. Mütləq o dağlar onu ora-bura çırpar. Buna necə inanmışsınız? Amma bu boyda kainatı idarə edən Allah'a inanmırsınız. Ondan sonra onlar iman etmişlər, həqiqəti dərk etmişlər. İnşallah bura kimi gəldik. Bundan sonra daha fərqli mövzular olacaq Allahın izi ilə. Məsələnin içərisinə girdikdə daha bilgimiz artmış olacaq. Əqidə məsələləri çox dərin məsələlərdir. Bilinməsi lazımdır. Bilməyiriksə inan ki, batil fiqhlər bizi yaxalayacaq və özümüz də bilmədən onlar tərəfə keçəcək. Amma belə deyə, alimlərimizdən miras qalan bu gözəl bu dərsliyi, bu kitabı biz sahib çıxmalıyıq, oxumalıyıq və başa düşməliyik və bilməyənləri də öyrətməyə çalışmalıyıq. Allah-u Teala hər birinizə razı olsun, qardaşlar. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.